Kim şəkildə ev alırsa, vallah udur, billah udur. Sən mənə bir nə, 2 dənə ev göstərdi. Salam, hörmətli izləyicilər. Şəkilə ev, təbii ki, gəlmişik. Buna baxayım, bir dənə panorama, bir dənə gəbərə zəhmət olmadı. Buna bax. Doğrudan Şəki həqiqətən çox gözəl yerdir və burada ev alan heç vaxt uduzmur. Çünki sağlamlıqdır da qardaş, bir sözlə. İlqar, Qəbra, deməli evimiz neçə sotdadır? Sən başla, danış. Şəkiyin başmaq yeridir. İlqardadır. Dəyərli dostlar, izləyicilərimiz. Aha. Bizim bu torpaq sahəmiz Şəki şəhərinin yuxarı hissəsində Səfalı məkanda Dodu məhəlləsində. Dodu deyilən yerdə. Bəli. 550 kvadratı torpaq sahəsi. Bəli. Evin tikintisi, inşa olunması 300 kvadrata yaxındır. Özü şəxsi tikilidir ha. Bəli. Şəxsi tikilidir. Bəli. Deməli belə, zəhmət olmasa operator, bir dənə zəhmət olmasa bir dənə fırqan belə. Deməli bura giriş qapısıdır. Giriş qapısıdır. İndi buranın belə bu vəziyyətdə görürsə, yəni tamamlanma işləri. Bu tam bura bağlanacaq. Bax belə bir giriş hissəsi var. Həyətdə meyvə ağacları var, yapon əzgili, albalı, alma, buna bax ya buraya. Doğrudan burada adam qurdu, almaya bax. Bəli. Bilsən buranın mənə də ləzzət eləyib. Həm uyutlu evdir, həm adam açır, həm də ki, bax, belə bu panorama var, buradan baxsana dağlara. Qardaş, bunu o tərəfə haradır, mən bilirsə Dağıstan diyor. Bəli. Dağlara yaxın məsafədə yerləşir. Çox gözəl yerdir. Gəlin alın, Bəli. valla gəlin alın. Qiymət də münasibdir, elə baha deyil, 160 mindir. Belə bir krokni yerdə. Sizin üçün, indi deyəcəm, sonra mənə deyəcəklər, filan yerin adını deysin. Doğrudan krokni yerdir. Qardaş, nə istəyirsən? 160 min hələ endirimi də olacaqdır. Hər bir şəraitdə var. Bax, qəşək kabançıq daşlı üzlənib, özdə bahalı kabançıq. Təmiri əladır. Bu ştorkaları da özümüz açmadıq ki, belə, yəni ki, gün düşməsin deyə. Sonra, Qəbra, nəsə bir sözün? Can sağlıq, xeyirli olsun, əla, gözəl. Narahat olmayın, gəlin. Bir daha bütün müştərilərimizi gözləyirik, səbirsizlər. Gəlin, baxın, istirahət edin, biznes üçün, yaşamaq üçün hər tərəfli. Bəli. Bundan gözəl yer, Olimpiya oyunlarda başlayıb bir insan. Krokni yerdir. Bir qədər turist var ki, gəl görəsən. Mən Azərbaycan 3-4 dənə rayonunda görmüşəm bu qədər turist, biri Şəkidir. Bəli. Hoşum hasarı, qonum qonşusu, yəni həyət görsənmir, o tərəfdən də, bu tərəfdən də. Yaxşı yerdir, sərin yerdir, bura isti deyil. Buz kimidir, kondisionərə ehtiyac yoxdur valla. Orada həyətdə, bax orada sanuzeli var, indi ehtiyac yoxdur. Evin deməli sağdan da, sol tərəfdən də arxasına keçid var. Kombi aparatı zadı, hamısı orada quraşdırılıb. Gəl evlə tanış olaq. Təşəkkürlər, xeyirli olsun, çox sağ olun. Əla, gözəl. Şəkiyin baş makleri, İlqar. Çox sağ ol, xeyirli, çox sağ ol. Biz gedək evi göstərək, İlqar. Sağ ol, məsləhətli evlər göstərirsən. Yəni, məsləhətli evlər üçün zəng eləyin, bax, şəxsi tikili evdir. Belə evlər istəyirsiniz, bağlı, baxçalı, bu da sizin üçün şəxsi tikili. Gəl. İzləyicilər, bura terasın bu başında da belə mətbəximiz var. Bu bahalı kabançıqdır. Çox gözəl, əla. Reşotkaları burada oturub dincəlmək üçün yeri. 2 mərtəbəli də mansard tiplidir. 5 sot yarım. Buyur, keç. Giriş hissəsi, koridor hissəsi. Bax, burada mətbəxdir. İndi mətbəxdən çöldən istifadə edirlər. Bax, burada kafir yeri qoyubdur. Bura mətbəxdir əslində. Amma çöldən istifadə edirlər. Koridor hissəsi taxta şifqadır, patoloqu. 7 otaqlıdır. 7 dənə otaqlı. Böyük ev eşikdir. Bura qonaq otaqdır. 160 minə. Gəlin, endirimi də olacaq. Təbii ki, sənət kupça çıxarış, tam mülkiyyət. Yataq otaqlarına baxaq, Qəbra. Burada bax, divar içi belə dolab, dərin. Bu birinci yataq otağımızdır. Burada da hamısı taxta şifqadır. Bu da sağlamlıq üçün əladır. Gəl. Bu birinci yataq otağımız, qonaq otağına baxdıq. Bu ikinci yataq otağımız. Bu üçüncü yataq otağımız. Burada kladovkadır. Burada da hörmətli izləyicilər, əl yüz yumaq üçün yeri, hamamla tualeti ayrıdır. Şəxsi tikili evdir. Bu da ayaq yolsudur. Keç. Qalxaq ikinci mərtəbəyə. 3 dənə də otağımız ikinci mərtəbədə yerləşir.
Hə ki, bu da ikinci mərtəbə. Mansard tipli. Bura sanuzeldir. Hamamı yoxdur, ayaq yolusudur. Bura bir yataq otağıdır. Yəni 250 manat, 250-300 manat belindədir. Buranı kiraya verə Bura belə bir xol hissəsidir. Bu tərəfdə boş otaqda təmiri yoxdur. Yəni qapı qoyulub, qapısı var. Bağlıdır, onu göstərmir. Heç nə yoxdur, yəni təmir edə bilərsiniz oranı. Bir dənə də otaq olacaq. Bu ikinci otaqdır. Buna bax belə divar içi. Şifonyer görürsünüz. Və salam. Kim alsa Allah xeyir versin, qiymətini qeyd elədim. Bu günə bu qədər, sağ olun, minnətdarım.